Salam əziz dinləyicilər, xoş gördük hər birinizi. Bugün sizə çoxlarının mətbəxdə ədviyyat kimi tanıdığı, amma əslində çox güclü müalicəvi təsirlərə malik olan bir toxumdan, hil toxumundan danışacağım. Min illərdir ki, hil toxumu xalq təbabətində istifadə olunur. Xüsusilə həzm problemləri, ağız qoxusu, stres, soyuq dəymə, nəfəs yolları və ürək-damar sağlamlığı üçün çox qiymətli hesab edilir. Amma bir məsələ var, hil düzgün istifadə olunanda faydalıdır. Səhv və həddindən artıq istifadə edildikdə isə zərər verə bilər. Bu videoda sizə hil toxumunun orqanizm üçün əsas faydalarını, hil çayının nəyə xeyirli olduğunu, hansı hallarda istifadə edilməməli olduğunu, kimlər üçün riskli ola biləcəyini və ən əsası hil çayını necə düzgün içmək lazım olduğunu sadə, anlaşılan və elmi əsaslara söykənərək izah edəcəm. Əgər siz də təbii bitkilərlə sağlamlığını qorumağa çalışanlardansınızsa, bu video sizin üçün çox faydalı olacaq. Videonu sona qədər izləyin, çünki sonda çox vacib bir xəbərdarlıq da paylaşacağam. Hil şirin və duzlu yeməklərə dad vermək üçün istifadə edilən ədviyyat növüdür. Bundan əlavə hil xoş ətri və çoxyönlü dadına görə ədviyyatlar kraliçası kimi də tanınır. Yeməklərə müxtəlif ləzzətlər əlavə etmək üçün istifadə olunur. Bəs yaxşı, hilin faydaları nələrdir? İltihab əleyhinə tərkibə malik olan, ağız qoxusunun qarşısını alan, hıçqırıqları aradan qaldıra bilən, həzm sistemini tənzimləyən və şişkinliyə, qaz və qəbizliyə faydalı olan hil, ürək sağlamlığını qoruyur, diabet riskini azaldır və immuniteti gücləndirir. Hil, stres və narahatlıq kimi ruhi problemlərə qarşı da təsirlidir. Ağızın pH səviyyələrinə müsbət təsir edir və bədənin tüpürcək istehsalını artıraraq ağız sağlamlığını qoruyur və nəfəsi təravətləndirir. İltihab əleyhinə olan hil, hüceyrələri oksidləşdirici stressdən qoruyur və diabet kimi xroniki xəstəliklərin riskini azaldır. Qan təzyiqini aşağı salır, antioksidantlarla zəngin olan hil sidik qovucu təsiri ilə təzyiqi salmağa da kömək edir. Xoraları sağaltmaq potensialına malik olan hil, mədə problemlərini aradan qaldırmağa kömək edir. Aromaterapiyada istifadə edildikdə bədənin oksigen istifadə qabiliyyətini artıra bilir. Yüksək qan şəkəri səviyyəsini aşağı salmağa və qaraciyər yağlanmasının qarşısını almağa kömək edə bilir. Hil mədə turşuluğunu azaldır. Əgər mədə turşuluğu çoxalıb qida borusunu yandırıbsa, ən yaxşı üsullardan biri hil çayının içilməsidir. Hil qastritlərdə, mədə qıcqırmasında, mədə yanğısında çox faydalıdır. Hil çayı köpü aradan götürmək üçün də çox faydalıdır. Əgər köpdən əziyyət çəkirsinizsə, 3 stəkan suya 15 ədəd hil, 5 ədəd mixək, təxminən qoz boyda zəncəfil qarışdırıb termosda dəmləyin. Gündə 3 dəfə yeməkdən təxminən 1 saat əvvəl 1 stəkan için. Hil çayı yüksək xolesterini aşağı salır, cinsi istəyi artırır, immuniteti qüvvətləndirir. Əgər yaşadığınız yerdə hər hansı bir xəstəlik yayılıbsa, məsələn, qrip və ya hansısa infeksiyon bir xəstəlik, o zaman bol-bol hil çayı için. Hilin aromatik yağlarını suya əlavə edib vanna qəbul olunması həm stres və gərginliyi aradan qaldırır, həm də əsəbləri sakitləşdirir. Axşamlar 1 stəkan nanə çayına 5-6 ədəd hil qarışdırıb dəmləmək və yatmazdan 1 saat əvvəl içmək yuxunu rahatlaşdırır. Hil çayı diş və diş əti problemlərinin aradan qaldırılmasında köməkçidir. Ağızdakı mikrobları azaldaraq diş çürüməsi, diş əti qanamaları və ağız qoxusu kimi problemləri azaldır. Bəs yaxşı, hil çayı necə hazırlanır? 1 çay qaşığı hil toxumunu 1 stəkan qaynadılmış suya əlavə edin. Ağzını bağlayın və 10 dəqiqə dəmləyin. Süzüldükdən sonra dadlandırmaq üçün içərisinə 1 çay qaşığı bal əlavə edə bilərsiniz. İsti halda içilməlidir. Daha ləzzətli və faydalı bitki çayı dəmləmək üçün hil toxumlarını digər
bitki çaylarına da əlavə edə bilərsiniz. Hil mübadilə proseslərini sürətləndirir, artıq çəkidən azad olmağa kömək edir. Hil yüksək sidik qovucu xüsusiyyətə malikdir. Nizamlı olaraq hildən istifadə etmək böyrək, sidik kisəsi və sidik problemləri kimi narahatlıqları aradan qaldırır. Araşdırmaçılar hil tozunu yeyərək şişlərin əmələ gəlməsində və sayında əhəmiyyətli dərəcədə azalma aşkar edib. Ümumiyyətlə bu ədviyyatın tərkibində olan fitokimyəvi maddələr xərçəngin inkişafının qarşısını alır. Bəs yaxşı, bu qədər faydalarına baxmayaraq hilin yan təsirləri varmı? Demək olar ki, hil də digər qidalar kimi düzgün nisbətdə istehlak edildikdə təhlükəsiz sayılan qidalar arasındadır. Lakin hil və digər ədviyyatlar bitkilərdən gəldiyi üçün onların allergen olma potensialı var. Hil allergiyası hallarında dəri səpkiləri, ağızda qaşınma, öskürək baş verə bilər. Qaraciyər və öd kisəsində problemi olanlar hildən məhdudiyyətlə istifadə etməlidirlər. Beləliklə, əziz dinləyicilər, bugün hil toxumu və hil çayının faydaları və mümkün zərərləri haqqında ətraflı danışdıq. Gördüyünüz kimi hil həzmi yaxşılaşdırır, şişkinliyi və qazı azaldır, ağız qoxusunu aradan qaldırır, stresi sakitləşdirir, nəfəs yollarını açır, immuniteti gücləndirməyə kömək edir. Amma unutmaq olmaz ki, hər təbii məhsul hər kəs üçün uyğun deyil. Hil çayı həddindən artıq içildikdə mədə qıcıqlanması yarada bilər. Aşağı təzyiqi olanlarda baş gicəllənmə verə bilər. Hamilə və süd verən qadınlar üçün riskli ola bilər. Allergiyası olan insanlarda yan təsir göstərə bilər. Əgər siz də hil çayını sınamaq istəyirsinizsə, əvvəlcə az miqdarda başlayın və bədənin reaksiyasını müşahidə edin. Xroniki xəstəliyiniz varsa və ya dərman qəbul edirsinizsə, mütləq həkimlə məsləhətləşin.